Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test topusunda yer alan Səlailər dövlətidir. Gəlin başlayaq. Deməli, birinci sualımıza baxırıq. Mərzban ibn Məhəmmədin hakimiyyət dövrünə aiddir. Mərzban ibn Məhəmmədin hakimiyyət illəri 941-957-ci illərə əhatə edirdi. Rəvvadi əmrliyin əsasını qoyulması 8-ci əsrdə. Anı atıram. Məhkəmə işlərinə baxan qazilara xüsusi səlahiyyətlərin verilməsi, belə bir şey yox idi. Əhalinin torpaq və əmlak vergisinin toplanması. Bu düzdür. Deməli, yerli əhalidən torpaq və əmlak vergisi toplanılır. İşğal olunmuş ərazilərdən isə xərac. Çoxlu Oğuz ailəsinin ölkə ərazisində yerləşdirilməsi, məsələn, Rəvvadilər dövlətində Vəhsudana aid idi. Bərdənin Monqollar tərəfindən qarət edilməsi isə, deməli, Monqollar tərəfindən yox, Slavyanlar deməliydik. Monqollar tərəfindən qarət olmaq məsələləri 13-cü əsrə aiddir, ona görə yeni də atıram. Mərzban ibn Məhəmmədin hakimiyyət dövrünə aid vergi işlərini qaydaya salan qanunnamənin ləğv edilməsi yox, verilməsi. Sazilər dostluq əlaqələri. Sazilər dövlətini heç Mərzban ibn Məhəmməd, yəni dövlət olaraq, hakimiyyət olaraq görmür. Sazilər dövlətini süqut uğradır, yerində dövlət yaradır və sonradan hökmdar olur. Paytaxtın Ərdəbildən köçürülməsi yox, paytaxt sadəcə Ərdəbilli idi. Şirvanşahlar dövlətindən asılılığın ləğv edilməsi. Şirvanşahlardan heç asılı düşməyib, əksinə Şirvanşahları asılı vəzifəyə salıb. Azərbaycan ərazisində amma vahid halda birləşdirib. Oxşardır. Sadilərdə Yusif ibn Əbüsacla. Səlailər dövləti süqut etdi. Deməli, burada Şəddadilər dövlətinin yaranması 871-ci Şəddadilər dövləti yaranır. Səlailər dövləti süqut etdi. Şəddadilər dövlətinin yaranması ilə Şəddadilər dövlətinin yaranması deməli 971-ci ildir. Səlailər isə 981-də süqut edir. Anı atıram. Sasan-Bizans müharibələri nəticəsində 900-cü illərdə heç Sasan dövləti yox idi. Sasan dövləti 651-də süqut etmişdi artıq. Slavyanların Bərdədə möhkəmlənməsi. Slavyanlar Bərdədə möhkəmlənmir. Gəlir 944-də, çıxır gedir 945-də. İbrahim ibn Mərzbanın taxtdan salınması ilə bu düzgündür. Sonuncu Salari hökmdarı İbrahim ibn Mərzban 981-ci ildə taxtdan salınır. Bununla da Salarilərin varlığına son qoyulur. Səlcuqların Azərbaycanın yürüşü isə 11-ci əsrdə, Salari isə 10-cu əsrdə süqut etmişdir. Salarilər dövlətinə aid deyil. Slavyanların yürüşünə məruz qalıb, bəli, Bərdə. Anlatdım. Bütün Azərbaycanı vahid halda birləşdirib, bəli. Paytaxt əvvəlcə Marağa, sonra Ərdəbil Saciyə aiddir, Salariyə yox. Salarilər dövlətinə aid deyil, Xəzər dənizində ticarət gəmiləri aiddir, Azərbaycan vahid halda birləşdirilməsi aiddir, sonuncu hökmdar İbrahim ibn Mərzban aiddir, Rəvvadi tərəfindən süquta uğradılması və 8-ci əsrin 70-ci illərin, 9-cu əsrin 70-ci illərin sonunda yaradılması, yəni 870-ci illərin sonunda bu salarilərə aid ola bilməz. Yeni götürürəm. Rəvvadilər tərəfindən də, bəli, Rəvvadi sülaləsi tərəfindən süquta uğradılmışdı. 981-ci ildə onun yerinə də Rəvvadi dövləti yaranmışdı. 941-ci ildə yaradılmış dövlətin paytaxtı Ərdəbil şəhəri idi, yəni 4. Saci ilə Salariyə aid ümumi cəhət. Deməli, Səlcuq türkləri tərəfindən süquta uğradılmayıb. Səlcuqlar 11-ci əsrdədir, bunlar isə 10-cu əsr. Xilafətə qarşı müttəfiq olması xeyir. Dərbənd sədrini inşa etdirmək məsələsi 6-cı əsrə aiddir. Şirvanşahların asılı hala salınması isə hər ikisinə aiddir, çünki hər ikisi Azərbaycanı vahid halda birləşdirib. Xəzər dənizində də hərbi yox, ticarət gəmiləri üzmüşdü Salarilərin. Salarilər dövləti və Müqəddəs Roma imperiyasına aiddir. Hər ikisi 10-cu əsrdə yaranıb. Salarilər 941, Müqəddəs Roma 962. Azərbaycanın 10-cu əsrin əvvəlləri, 10-cu əsrin ortaları tarixinə aid oxşar cəhət Şirvanşahların salarilərin tərkibinə daxil olması. Deməli, Şirvanşahların salarilərin tərkibinə daxil olması niyə 2 dəfə daxil olsun ki, anı atıram. Yeni dövlətin əsası qoyulmuyor. Çünki 10-cu əsrin əvvəli yox, ortasında 941-də yeni dövlətin əsası qoyulur. Xəzərdə yerli dövlətlərə məxsus hərbi gəmilər ola bilməz, ticarət gəmisi idi. Mehranilər tərəfindən idarə olunmaq Albaniyaya aiddir. Ölkə ərazisinin vahid halda birləşdirilməsi Yusif ibn Əbüsaca aiddir. 10-cu əsrin əvvəlində. Çünki dövlət 898-də yaranan kimi deməli, Məhəmməd ibn Əbüsac tərəfindən Sacilər dövləti 898-də yaradılır. Amma vahid halda birləşdirən o deyil, Yusifdir. O da 10-cu əsrin əvvəllərinə düşür. Məsələn, 912-ci illər və yaxud da ki 922-ci ildən sonra. Amma 10-cu əsrin ortaları məsələsi 941-də idi. O da Mərzban ibn Məhəmmədə aiddir. Hakimiyyətə gəlir, sonra da vahid halda birləşdirir. 10-cu əsrə aid olan hadisələr Kardova əmirliyinin yaranması 8-ci əsrdədir. Xürrəmlərin ilk üsyanı 8-ci əsrdədir. Anı atdım. Sacilərin süqutu və Frank dövlətinin yaranması. Sacilər süqut edir 941-də.
Frank dövləti isə 5-ci əsrdə beynində atıran Mərzban ibn Məhəmmədin qanunnaməsi 10-cu əsr, Dərbənd əmirliyinin Şirvanşahlarının asılı halda salınması da 988-ci ildə, yəni 10-cu əsrə aiddir. Şirvanşahlarda Dərbəndlər sülaləsi 1382-ci ildə hakimiyyətə gəlir. Xəzər xaqanlığı süqutu isə 965. Müqəddəs Rom imperiyası yaranır 962. Mehranilərin varlığına son qoyulur 705. Deyək ki, 940-cı illərdə Salarilərin, 1030-cu illərdə Şirvanşahların tarixinə aid ümumi cəhət Slavyanların yürüşünə məruz qalması. Bəli, 944-də Salarilər Bərdiyə Slavyanların hücumuna məruz qaldılar. 1030-cu illər, yəni 1032-1033-cü ildə isə Şirvanşahlar deməli, Şirvanşahlar da Slavyanların yürüşlərinə məruz qalmışdı. 1032-1033 alan sərlərdir. Eyni zamanda 1030-cu illərdə Slavyanların da yürüşünə məruz qalmışdılar. 11-ci sualda cavab olur A variantı. 941-də Sacilər sülaləsinin hakimiyyətinə son qoyulması nəticəsində yaranmış Azərbaycan dövlətinin paytaxtı Ərdəbil. Çünki Sacilər dövlətinin paytaxtı Ərdəbil idi. Salari də gəlir Sacilin süqutu uğradır və Ərdəbil paytaxt olur. Yenə də Salarilər dövlətini yaradır. Cavab oldu 2. 981-də süqut etmiş Azərbaycan dövlətinin paytaxtı. 981-də Salarilər dövləti süqut etmişdi. Ona görə 2 Ərdəbil. Saci Salarinin dövləti olmuş paytaxt şəhər. Yəni, sırf Marağadan söhbət getmir burada. Çünki ikisinin də ortaq paytaxtı Ərdəbil idi. Yəni, 1. Uyğunluğu müəyyənləşdirək. 1-ci Fərbiz Mərzban ibn Məhəmməd Yusif ibn Əbsaz neynəmişdi? Deməli, deyək ki, Azərbaycan torpaqlarını vahid halda birləşdirib. 1-ci Fərbiz belə bir şey eləməyib, amma digərləri eləyib. Slavyanlarla mübarizənin aparılması. Deməli, Slavyanlarla mübarizənin aparılması, bunun hakimiyyəti illəri 1-ci Fərbrizin 1063-1096-cı illərdə idi. O da Slavyanlarla mübarizə aparmayıb 1-ci Fərbriz. Amma məsələn, Mərzban ibn Məhəmməd mübarizə aparmışdı. Səlcuq türklərindən vassal asılılığına düşmək 1-ci Fərbrizə aiddir, amma Mərzbanla Yusifə aid deyil. Zeyn atdım. Gürcülərlə mübarizənin aparılması, deməli, Mərzban ibn Məhəmməddə var, məsələn. Yəni, digərlərdə Yusif ibn Əbsazda da var, amma Fərbrizdə yoxdur deyil, deyini də atıram. Dərbəndlərlə keçmək isə hər birinə aiddir. 1-ci Fərbriz, deməli, 988-ci ildə Mərzban ibn Məhəmmədlə Yusif ibn Əbsazda Azərbaycanı vahid halda birləşdirəndə. Gürdə şimaldakı torpaqların tabe edilməsi dövlətin sərhədləri Dərbətdən Zəncana qədər olan torpaqları əhatə eləyirdi. Azərbaycan torpaqlarının ilk dəfə türk sülaləsi tərəfindən vahid halda birləşdirilməsi bütün ölkə miqyasında təsərrüfat və ticarət əlaqələrinin inkişafına, mədəniyyətin yüksəlişinə səbəb olur. Slavyanların Bərdəni qarət etməsi və hakimiyyət uğruna mübarizə dövlətin tənəzzülünü sürətləndirildi. Birinci mətn Sacilərdən, ikinci mətndə Salarilərdən danışır. Belə bir şəraitdə dövlətə daxilindən vaxtı ilə xərac verən hakimlər zərbə vurdular. Təbriz və Marağa hakimləri Ərdəbilə keçirərək dövləti süquta uğratdılar. Birinci mətndə verilən dövlətə, yəni Sacilərlə Salarilər arasında oxşarlıqlar. Dərmənin ələ keçirilməsi. Niyə? Çünki hər ikisi vahid halda birləşdirmişdi deyə bütün əraziləri birləşdiriblər. 10-cu əsrdə süquta uğraması. 941-də Sacilər, 981-də Salarilər süquta uğrayıb 1-2 deməli oxşardı. Xəzərdə hərbi donanma heç bir yaratmır. Əməvilər də ümumiyyətlə bu dövrdə heç birində yox idi. Əməvilər 750-də artıq süqut etmişdi. Cavab olur 1-2. Elirvin diaqramına aid uyğunluğu müəyyənləşdirək. Deməli, Mərzban ibn Məhəmməddən İbrahim ibn Mərzban. Hər ikisinin oxşarlığı 10-cu əsrdə hakimiyyətdə olmuşdu. Bəli, ikisi də ümumiyyətlə Salarilər dövləti yalnız 10-cu əsrdə. Sonuncu hökmdən məsələn 981-də İbrahim hakimiyyətdən gedir. Mərzban ibn Məhəmməd də məsələn 957-də ölür. Eyni əsrdə yaşayıblar. Ona görə A-nı 3-ə götürün. Oxşar. Dövlətin sonuncu hökmdarı İbrahim. Şəddadilər Gəncəni ələ keçmişdi. Deyək ki, 971-ci ildə. 971-ci ildə isə bu da düşür İbrahim ibn Mərzbanın dövrünə. Çəngəli sülaləsinin nümayəndəsi Mərzban ibn Məhəmməd idi, həmçinin ikisi də. Çünki ikisi də Salari hökmdarı olmuşdu. Slavyanların hücumlarına qarşı mübarizə Mərzbana aiddir. Bərdə faciəsi məsələsi. Cavab olur 1Y, 2BC, 3AD, yəni B variantı. 18-ə baxaq. Salarilər dövləti Mərzban ibn Məhəmməd, İbrahim ibn Mərzban. Şərqi Gürcüstanın tabe edilməsi Mərzban ibn Məhəmmədə aiddir, çünki vahid halda birləşdirib. Rəvvadilərin hakimiyyətinə son qoyulması, bu heç rəvvadiləri görməyib. Azərbaycanın ilk dəfə vahid halda birləşdirilməsi də aiddir, çünki Yusif ibn Əbsaz aiddir. İbrahim ibn Mərzban qanunnamə hazırlatdırmayıb, o Mərzban ibn Məhəmmədə aiddir. Şəddadilərlə toqquşmalar nəticəsində taxtdan salınması, xeyr, rəvvadilərlə toqquşmalar nəticəsində taxtdan salınıb. Rəvvadilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılması cavab olur 1A, 2C.
Uyğunluğu müəyyənləşdirək. Birinci mənsuhundan İbrahim ibn Mərzbana baxaq. Slavyanlara qarşı mübarizə aparmışdı. Bəli, aparmışdı. Ərəblərlə döyüşdə qalib gəlmək məsələsi birinci mənsuhurda yoxdur. Azərbaycan Baytalda birləşdirməyib. Çünki birinci mənsuhur Şirvanşah hökmdardır. Şirvanşahlar da Azərbaycan Baytalda birləşdirməmişdi. İbrahim ibn Mərzban Bizans Gürcü qoşunlarını məğlub edir. Bu buna aid deyildi. Şəddadilərə aiddir. Xilafətə xərac göndərməyi dayandırmaq Yusif ibn Əbsaca aiddir. Dərbənd vilayəti dövlətin tərkibindən çıxmaq bu zəif idi deyə elə bunun dövründə pis şeyləri götürərik. Ona görə 1A, 2C. C variantı düzgündür. Uyğunluğu müəyyənləşdirək. Xilafətin zəifləməsi və Azərbaycanın parçalanması Azərbaycanda feodal dövlətlərin yaranması. Yəni, xilafətin zəifləməsi və parçalanması nəticəsində Azərbaycanda müstəqil feodal dövlətlər Saci, Salari, Rəvadi, Şəddadi, Şirvanşah yaranıb. Yusif ibn Əbsacın həyata keçdiyi uğurlu siyasət Azərbaycanın cənubu Sacilərə iqti olaraq verildi. İqti olaraq verilmək Yusifin atası Əbsac Divdada aiddir, Yusifə yox. 11-ci əsrdə Slavyanların yürüşü Şamax şəhəri qarət və talanlara məruz qaldı. Yezdiyə şəhərinə ümumiyyətlə alınlar, sərlər də yürüş eləyir. Ona görə burada 11-ci əsr məsələsi 3-də düzgündür. İbrahim ibn Mərzban daxili xarici siyasət Sacilər üzrə zəiflədi və parçalandı. İbrahim ibn Mərzban Salariyə aiddir, Saciyə yox, 4-də atıram. Slavyanlar Bərdəni tutdu, Şəddadilər süqut etdi. Slavyanlar Bərdiyə gələndə Salarilər idi, Şəddadi yox, cavab olur 1-dən 3. Uyğunluğu müəyyənləşdirək. Xilafətin zəifləməsi, parçalanması, Şirvanşahların yaranması düzdür. Feodal dövlətlər yarandı. Yusif ibn Əbsacın həyata keçdiyi xarici siyasət Əməvlərə xərac vermək. Əməv deyilən bir sülalə yox idi həmin vaxt, çünki bu 661-750-də olub. Yusif ibn Əbsac isə 10-cu əsrdə. 10-cu əsrdə Slavyanların ölkəmizə növbəti yürüşü Bərdə qarət və talanlara məruz qaldı, düzdür 944-də. Mərzban ibn Məhəmmədin daxili xarici siyasəti Sacilər dövləti zəiflədi və parçalandı. Bunu da götürə bilmərik. Sacilər yox, Salari hökmdardır. Slavyanların Bərdəni tutması, Rəvvadilərin süqut etməsi, yəni Slavyanlar Bərdəni Salarilərin dövründə tutub 944-də. Rəvvadilərin süqutu isə 1065-də də ola bilməz. Cavab 1-dən 3. Salarilər dövlətinə aid xüsusiyyətləri müəyyənləşdirək. Şirvanşahlar dövlətinin tabe edilməsi. Bəli, çünki Azərbaycan Baytalda birləşdiribsə, deməli bütün dövlətləri tutub. Xəzər dənizində ticarət gəmilərinin üzməyə başlaması. Bəli, ticarət deyir. Hərbi desə səhvdir. Ərdəbilin paytaxt şəhər olması düzdür. Azərbaycanın ilk dəfə Baytalda birləşdirmək Yusif ibn Əbsaca aiddir. Müəyyən müddət Yusif ibn Əbsac tərəfindən idarə edilməsi xeyir. Mərzban ibn Məhəmməd tərəfindən ilə idarə olmağa başlayıb. Cavab olur 22-də 1, 2 və 3. 10-cu əsrin birinci yarısına aid Abbasilər xilafətinin paytaxtının Bağdada köçürülməsi. Abbasilər xilafətinin paytaxtı Bağdada olması 8-ci əsr idi, biri addım. Azərbaycanın vahid dövlətə birləşdirilməsi düzdür, Yusif ibn Əbsacın dövründə. Ərdəbilin Salarilər tərəfindən keçirilməsi 941-dirsə, deməli birinci yarısına aiddir. Xəzər xaqanlığının süqutu 965 ikinci yarısına aiddir. Şirvanşahlar dövlətin paytaxtının Şamaxıya köçürülməsi 918-dir. Və Almaniya krallığının yaradılması isə deməli 843-dür. Bunda atıram, cavab olur 200 və 5. Azərbaycanın 10-cu əsrin ikinci yarısı tarixinə aiddir. Dərbənd Əmirliyi 951. Dərbənd Əmirliyi Şirvanşahların asılı vəzifəyə salınması 988. Azərbaycanın cənubunda Salarilərin hakimiyyətinin gəlməsi 941 birinci yarısı deyib çatıram. Gəncə Şəddadilərin paytaxtı elan olunması 971. Bütün Azərbaycanın Sacilərin tərkibində olması. Sacilər 941-ə qədər mövcud olub. O da birinci yarısına düşür. Rəvvadilərin Böyük Səlcuq Sultanlığının asılı hala salınması isə 1054 11-ci əsr. Cavab olur 1-2-4. Saci və Salarilərin tarixinə aid ümumi cəhətlər. Şirvanşahlar dövlətinin asılı vəzifəyə salıblar, çünki ikisi də vahid halda birləşdirib. Xəzərdə güclü hərbi donanma, sadəcə Salaridə ticarət gəmisi olub, hərbi yox. Marağa paytaxt şəhər olub, sadəcə Sacidə. 10-cu əsrin ikinci yarısında süqut etmək. Saci birinci yarısında süqut edib 941-də, Salari 981-də süqut edib. Ərdəbil isə ikisində də paytaxt idi. Cavab olur 1-dən 5. Deməli, 10-cu əsrdə
Azərbaycanın vahid dövlətə birləşdirilməsinin ümumi cəhətləri dövlətçi ənənələrin dirçəlməyə başlaması. Dövlətçi ənənələrin dirçəlməyə başlaması vahid dövlətlə deyildi. 9-cu əsrdə, yəni 861-də Şirvanşahların yaranması ilə başlayıb, ölkə miqyasında ticarət mədəniyyətinin inkişafının zəmin. Ümumiyyətlə, yaxşı şeylər görürsə götürürük. Ölkə ərazisində yadelli hücumlarının qarşısı tamamilə alınmır. Çünki, məsələn, 944-də Slavyanlar gəlmişdi. Təsərrüfat canlanar amma yaxşı şeydir. Azərbaycan türk xalqının Cənubi Qafqazda başlıca etnik siyasi qüvvəyə çevrilməsi, yəni bu da türklərin gəlişindən olmalı idi. Bundan yox, cavab olur 2 ilə 4. 10-cu əsrdə Azərbaycanın vahid dövlətə birləşdirilməsinin nəticələri. Azərbaycan türk xalqının Cənubi Qafqazda mövqeyi daha da gücləndi, yəni möhkəmləndi. Bu ola bilər, çünki sazilər də, salarilər də türk mənşəli idilər. Ona görə vahid halda birləşdirilibsə, deməli, yəni vahid halda birləşdirilibsə, türklər birləşdirib. Ona görə bir götürərdik. Dərbənd sərhədinin möhkəmləndirilməsi nəticəsində yadelli hücumlarına tamamilə son qoyulması yanlışdır. Yenə də xarici hücumlar gəlir. Məsələn, Slavyanlar, Alanlar, Səlilər. Feodal münasibətlərin yaranmağa başlaması 3-cü əsrdə. Xəzərdə hərbi donanma yox, ticarət gəmisi fəaliyyətə başlayır. Ölkə miqyasında iqtisadi mədəni əlaqələr dərinləşdi. Cavab olur 27-də də 1-dən 5. Xronoloji ayrıcılıq rəvadilərin paytaxtı Təbrizə köçürüldü. Deməli, rəvadilərin paytaxtının Təbrizə köçürülməsi rəvadi yaranır 981-də. Ərdəbilin salarilərin paytaxtı olması 941-981. Şirvan şəhərinin Şirvanşahların paytaxtı olması 918. Onda ardıcıllıq necə olar? Birinci 3 olar, sonra 2, sonra da 1. Sacilər, salarilər, Şirvanşahlar. Mərzbə bin Məhəmməd tərəfindən varlığına son qoyulub sacilərin. Paytaxtın Marağadan Ərdəbilə köçməsi Saciliyə aiddir. 11-ci əsrin 30-cu illərində Slavyanların yürüşünə məruz qalıb. 11-ci əsrin 30-cu illərində Şirvanşah. 940-50-ci illərdə hökmdar Mərzbə bin Məhəmməd tərəfindən idarə olunub Salari. 940-cı illərdə də yaranıb yenə Salari. 29-da da cavab olur 1AB, 2DY, 3-də C. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə, kanalıma abunə olmağı, videomu bəyənməyi və şərh yazmağı unutmayın.